Salam Lalə də, qadınam, Elşad dayın mənim uşaq vaxtı incidirdi. Nənə də deyir ki, bu yaxınlarda, yəni uşaq vaxtı deməyəcəm. Nənə deyir ki, sən elə əsəbləri pozurdu, ona görə ən çox da siz birinizi götürdün, birinizi yox. Yəni məni götürüb çıxılar. Murada da göstər bu videonu. Ya da yazaram, Murad bax yazarsın. Videonun adını yazarsan, Murad bax. Muradı xatırlat da. Abinin ədsələ bilən nəysən, sonra. Demək, aylarca, Elşad dayı mənə belə edirdi, bax. Durduğum yerdə, oturduğum yerdə. Mən 8 yaşımda, 10 yaşında ayrılmışıq da. O vaxta qədər gəlirdi. Eləyirəm, nəsə axı çirdəz gətir, o dəhşətlə edirdim. Belə bir şeylər edirdi mənə. O qədər edirdi, axırda bütün başlayırdım ağlamağa. Ağlayırdım, axırda elə bir özü narahat olurdu. Çox, yəni, o nədir, mənfi enerji var, nədir? Yalanda. O özünün cinə oxşadırdı, şeytan oxşadırdı. Yalanda mənfi enerji olur, var ya. Və bil ki, heç vaxt yalantılara inanma və bil ki, Əli salam buyurur ki, yalan pozğunluğun ən pis növüdür. Pozur da bir işi. Hər şey, yaxşı olan hər şey poza bilməz. Bu dünyada sanki üstünə kres koyur, amma o bir dünyada cəhənnəmi özünə yol açır. O adam ki, yalanı uyur. Allah bizimlə olsun, unutma. Hələlik deyirəm, videonu Murada göstər ki, onlar bizdən dində mollaları uyar. Bir sözlə, Qurana uyun. Şeytan sizi Allahın bağışlayacağına inandırır, yoldan çıxartmasın deyə Allahımız buyurur ayədə. Şeytan Allah'dır ki, Allah bağışlayır. Allah bağışlayanmışsa Allahımız buyurur ki, məni yaddan çıxartmayın, ki, mən də sizi çıxartmayın. Mən də sizi çıxartmayın deyir. Allah onu yaddan çıxartmayın. Çıxardar, ehtiyatlı olun. Haqlı oldu. Amin. Get paylaş bunları.